Hər kəsə salam, necəsiniz qızlar? Bugün Zəfər bayramına görə biz hazırlıq eləyirik. Daha doğrusu video dünənin videosudur. Bugün istədiyim paylaşam vaxtında, çox gecikməsin. Və qızımla yuxudan durduq, yerimizi toplamadan həmişəki kimi hazırlaşırıq, məktəbə aparım onu. Adətən onu məktəbə qoyub gəlib ondan sonra yerimizi toparlayıram, əgər toparlasam. Amma bugün alınmadı, çünki tədbirimiz var. Mən özüm də gedəcəm məktəbə, müəlliməyə kömək eləyəcəm, çəkilişdə falan belə şeylərdə. Ona görə elə bu videoda qoyub evi çıxacağam. Qızımın bugün saçını bu cür belə yığmaq istədik və onların belə köynəkləri var. Bunu almışdıq keçən il Zəfər bayramında, anam günündə və s. belə günlərdə geyinsinlər deyə uşaqlar hamısı dəst olsun deyə və mən də özüm də hazırlaşıram. Dünən də saçıma boya qoymuşdum. O da tərslikdən qara rəngdə tutub. Qara da olmasa çox tünd rəngdədir. Özümə heç yaraşdırmıram tünd rəngi, bilmirəm, amma hamı bəyəndi. Və burada özümü biraz halsız hiss eləyirdim. Dedim elə çıxmamış, təzyiqimi ölçüm. Qızlar, kənarda gördüyünüz o plastina və s. masajist gəlir. Ona görə də yığışdırmıram, qalır elə orada. 10 gün hər gün gəlib gedəcək. Qızım da burada mən hazırlaşana kimi özü üçün mahnı qoyur, oynayır, eləyir. Və qızımı da hazırlayıram. Bugün qızımın məktəbində uşaqların üzlərini boyayacağam. Daha doğrusu bayraq şəkli çəkəcəm. Əslində elə də bir əl qabiliyyətim yoxdur. Amma müəllimə dedi ki, gəl uşaqları elə. Uşaqlara da maraqlı olsun. Ona görə elə fikirləşdim ki, birinci özümü eləyim, sonra da gedib uşaqları bəzəyərəm. Əslində bir uşaq olanda, 2 uşaq olanda yenə rahat-rahat eləmək olur. Amma 37-36 uşaq olanda adam yorulur və sona yaxın əli əyri gedir. Yaxşı olmur. Burada özümüzü göstərirəm və hazırlaşdıq, çıxdıq. Biz metrosunun yaxınlığında qalırıq qızlar. Buradan keçidə girdik və qızımın məktəbinə doğru yollandıq. İndi burada gəldik qızımın məktəbinə, sinifimizi göstərirəm sizə. Çox qəşəng, şirin sinifimiz var. Uşaqların səsi küyü dəhşətdir. Burada bir qız gəldi, uşaqları sakitləşdirsin deyə. Valideynləri sakitləşdirə bilmədiyi uşaqları o qız sakitləşdirdi, inanırsınız. Və burada artıq yollandıq akzalına. Burada uşaqlar sıraya düzülürlər. Mən uşaqlardan qabaq girdim içəriyə akzalına. Dedim, biraz çəkim sizlər üçün göstərim boşluqçən. Və burada uşaqların əl işləri olan stolu sizə göstərirəm. Həqiqətən də çox qəşəng, çox maraqlı əl işləri var. Yəni adam istəyir ki, dura hamısına diqqətlə baxa. Təəssüf ki, vaxt olmadı. Ona görə elə qısa videolar çəkdim ki, sizə göstərəm. Bu cür belə müəllim də stol hazırlamışdı. Üzərinə hədiyyələr, hədiyyəli oyunlar olacaq və şəhidlərimizin şəkillərindən bir anım süfrəsi düzəltmişdi, stol düzəltmişdi. Daha doğrusu burada isə Zəfər gününə aid çox gözəl dekor hazırlatmışdı müəllimə. İndi mən susum, biraz müəllim danışsın. Birinci, başlamamışdan əvvəl. Mənə şantajdayam. Kim danışsa, incisə, tərcüyə getdiyinizə görə evdəsiniz. 50 imla yazacaqsınız. Bütün Azərbaycan dil dərsliyindəki də kitabdakı bütün nağılları dəftərinizə köçürdəcəksiniz. Onsuz da dərsə gəlməyəcəksiniz. Müəllimə 100 dənə imla verin, 100 dənə. Umar xanım günün yaralı geri, 100 imla. O zaman dinləyəcəyim. Məni qışqırtmayacaqsınız. Mən sizdən başqa bir şey istəmirəm ki, imla yazmaq istəyən buyursun danışsın. Yazmaq istəmirəm, susur. Dipçəklərinizin içindən isə şəhidin şəkilləri var. Qarşınızda hər birinin şəhid şəkilləri var. Onları kənara qoyacaq, səliqəli ki, bulaşmasınlar. Sonra dipçəklərimizi göy, qırmızı, yaşıl deyə tam belə dairəvi şəkildə boyayacaq. Burada da hədiyyəli boya oyundur. Şarı partladacaqsınız, şarın suallar çıxacaq içindən. 5 nömrəli sualın cavabı 5 yazılacaq qabağında. Sonra sualdır. Cavab verən burada 5 yazılan hədiyyəni götürüb gedəcək. Oturacaq yerində. Evinizə aparacaq. Hədiyyələr aparırlar. Tədbirdən çalışdım qısa-qısa da olsam video hazırlayam. Əslində maraqlı mahnılar uşaqlar ifa elədilər. Burada himn oxuyurlar, amma YouTube icazə vermir mahnıların çoxsuna. Ona görə mən məcbur burada özümü ya danışıram, ya da musiqilərin səsini aşağı eləyirəm. Qızlar, müəlliməmiz hər dəfə belə tədbirlər olanda sağ olsun, belə maraqlı keçirdir. Uşaqlar həm əylənsin, həm yadda qalan xatirələr olsun deyə. Həqiqətən də biz də çox bəyəndik. Burada isə uşaqlar üçün belə saxsı qablar
sifariş eləmişdi. Onları uşaqlar boyuyurdu. Mən də burada uşağın birinin üzünü boyamaqla başladım və onlar orada boyama eləyəndə mən də bir-bir hamısının üzlərini boyuyurdum. Burada sonra oyun başladı və uşaqlar gəlirdilər, şar partladırdılar. Şarın içərisindən çıxan suala cavab verib və həmin içərisindən olan rəqəmi burada mənim qızımı göstərirəm sizə. Rəqəmdə olan hədiyyəni götürüb gedirdilər. Bu gördüyünüz isə qaldı. Hamının gözü ondaydı, o hədiyyədəydi. Amma təəssüflikdən də o hədiyyəni heç bir uşaq qazana bilmədi. Müəllim də dedi ki, sinifdə hədiyyəli yarışma keçirdər. Kim qalib gəlsə ona verəcək. Hər zaman Qarabağ, danışan dildanım tarçaman Qarabağ, Qarabağdan Hisslərimizi mahnılara töküb belə deyək. Gün olsun biz bu günü qeyd edəyik, zəfər gününü qeyd edəyik deyə çox dualar elədik. Və şükür ki biz artıq dualarımızın qəbul olduğu günü yaşayırıq. Artıq qablarımızı boyadıq və dipçəkdə olan güllərimizi həmin boyadığımız qablara əkirik və artıq tədbirimiz sona çatır. 2, 3, Hədiyyələrimizi də götürdük, evə yollanırıq. Qızım gətirdiyi şarları dilək tutub onu havaya buraxdı. İnşallah ki, qəbul olar. Nə deyim, hər dəfə bir yazığın şarı olanda bir dilək tutur, havaya göndərir. O da şarımız biraz aşağı düşdü, sonra isə qalxdı səmalara. Burada evdə özümüz üçün dedim ki, yüngülvari aş eləyərəm cücə ilə. Sonra yoldaşım dedi ki, yoldaşımın dostu gəlsən demə, bizə gəlirlər. Tez bazar başladım evi əl gəzdirməyə. İnanırsınız, yəni evim köçürdü də. Mən bax, adama deyərlər, sənin evinin köçmədiyi gün var Ayla. Amma səhərdən çıxmışdım evdən və hər yerdədir də, yəni bir sözlə. Burada da dedi ki, onun dostu gil gəlir. Mən də yemək bir tərəfə qaldı. Dedim ki, elə durum, biraz evi əl gəzdirim. Əsas mənim üçün evin təmizliyi idi, çünki ev həqiqətən də pis gündə idi. Demişdim də sizə, bizə qonaq gələndə mənim ilk işim birinci ev təmizləmək olur. Çünki bizdə evin köçmədiyi gün olmur. Ona görə birinci evi təmizləyirəm, ondan sonra da çay və s. belə şeylər eləyirəm. Onsuz da çaya yox, yemək üçün yemək eləyəsiydim. Yüngülvari dedim ki, yemək eləyim. Onsuz da axşamdır, hamımız oturasıyıq yemək yeməyə. Əvvəlcədən bilsəydim daha çox hazırlıq eləyərdim, amma eybi yox. Onlar kefli beçə sevirlər. Ona görə bu dəfə onlara kefli beçə eləyəcəm. Biləndə ki, bizə riski qonaq gəlir, əlimə keçəni gah uşağın sumkasının içində gizləyirəm, gah şkafların içində gizləyirəm. İndi siz özünüz görəcəksiniz. Haralara salıram. İnarsınız, yəni sonra axtara qalıram ki, ay Allah, mən filan şeyi hara qoymuşdum görən. Və biraz ortalığı əl gəzdirəndən sonra mənim üçün ən çətin olan yer bax buradır. Mənim qızımın ən sevimli yeridir. Bilirsiniz buranı artıq. Qızım hər zaman bu çəhrayı stolunda oturur və buranı töküb dağıdır. Cah yeməklər bişirir, cah nə bilim plastilinlə nələrsə düzəldir. Yəni buralar hər zaman belə pis gündə olur. Biraz buraları əl gəzdirirəm. Sonra biraz toz sıranıyıb eləyəcəm və qızıma salfetka verəcəm ki, özü gəlsin silsin. Çünki çatdıra bilmirəm artıq. O məşhur tozsoranım artıq iş başına düşür. İnanırsınız, yəni veteranlı da bu tozsoran. 2 il olar almışam, amma o qədər əlimdən tutur ki, mən bunu alandan evdə 2-3 dənə mənim tozsoranım var idi. Heç birini istifadə eləmirəm. Hamısını qaldırıb qoymuşam şkafa. Yəni superdir də bu. Hər dəfə də xanımlar soruşur. Qeyd edeyim ki, Trend yoldan almışdım. 2 il əvvəl Arzum markasınındır. Mən çox razıyam. Bilmirəm indi bəlkə də razı olmayanlar da ola bilər.
Burada yoldaşım gəldi. Artıq gördü ki, mən heç cürə çatdıra bilməyəcəm. Yemək eləməyə sağ olsun. Başladı özü doğramağa, cücəni və s. belə doğradı. Dedim, yəqin doğrayıb çıxıb gedər, amma sağ olsun. Adamın üstündə Allah var. Başladı özü bişirməyə. Onsuz da bu çefli beçəni o vaxtı özü mənə öyrətmişdi. Amma necə öyrətmişdisə də hər dəfə bişirəndə məndən məsləhət alır. Nə qədər də olmasa bilir ki, yəni qadın hər zaman yemək bişirəndə daha yaxşı bişirir də. İndi buradan deyim, özünə də atmaca atıram. Amma həqiqətən də elədir. Bilmirəm, niyəsə mən öz bişirdiyim elə biləm ki, daha dadlıdır. Ona da öz bişirdiyi daha dadlı gəlir. Sevir arada elə bekar olanda yemək bişirməyi. Burada da xalçamın üstünə qızım belə tüycüklər tökülmüşdü. Oyuncağının tüycükləri. Ona görə onu şotka ilə tez tələcək belə təmizlədim. Və gəldim biraz hamam otağının biraz buralarına əl gəzdirəm. Burada da hər zaman qızım əli boyalı gəlir, əlin yuyur deyə. Kənar bucaq hər tərəf boya olur. Ona görə dedim qoy biraz da buralara əl gəzdirim. Onsuz da duş kabinanın içi pis gündədir. Ora inşallah bir dəfə ayrıca vlog çəkəcəm. Ora heç cürə çatdıra bilmərəm. Və dəsmalları dəyişirəm əlbəttə. Bizdə hər dəfə tez-tez dəyişirəm dəsmalları. Burada paltar şılkamı bilmədim neyniyəm. Axırda opşi götürdüm, otağa gizlədi. Çünki içindəki paltarları götürüb bir-bir qatlayıb yerinə qoymaq 1-2 saat vaxtıma parası idi. Ona görə dedim elə salamatı onu salım yataq otağına, qapısını da bağlayayım. Heç kim görməsin. Sonra özüm düzəldərəm oraları. Paltarları ayırıb seçərəm, qoyaram. Soruşsanız ki, hal-hazırda şulkanı təmizləmisənmi? Üstündən bir gün keçib. Əlbəttə ki, yox. Elə olduğu kimi də qaytarıb qoymuşam koridora. Gözləyirəm ki, inşallah vlogu çəkib paylaşım. Ondan sonra durum. Orada üstündəki paltarları qatlayıb yığaram yerinə. Neyim, mən də biraz rahatçılığıma düşkün insanam. Sevirəm rahatçılığımı. Və gəldik əsas məsələyə. Buranı görürsünüz nə gündədir. Yəni bura köçürdü. Buranın da qapısını bağlayıb çıxsaydım, uşaqlar harda oynayasıydı. Fikirləşdim ki, yəni ayıbdır da, qonaq da gəlir, uşaq otağıdır. Ən azından yəni qonaqlar girəsiydi də bura. Ona görə fikirləşdim ki, ortalıqda olan pal-paltarı mən neyniyə bilərəm? Əlbəttə ki, şkafda gizləyə bilərəm. Elə olduğu kimi topaladım, yığdım şkafın içinə. Dedim ki, nə vaxtca imkan taparam, onu da qatlayaram, yığaram yerinə. Yəni onu da yenə deyirəm, qatlayıb qoymağa heç cürə vaxtım yox idi. Burada da yoldaşıma paltarını istədim qoyamıra. Sonra dedim ki, yox, sabah axtaracaq, tapa bilməyəcək. Buranı açıb qorxmasın. Ona görə apardım, onu da öz otağında gizlədim. Nəysə, burada da paltarların qalanı qalmışdı. Onları da yığdım, hamısını şkafın içində gizlədim. Bastım, qapını da bağladım. Dedim ki, burada belə bir şey yoxdur. Dedim qonaqların çatmağına az qalıb, girim heç olmasa əynimi dəyişim çıxım, ayıbdır, bu viddə çıxmayım cəmaatın qabağına. Və artıq yeməyi də yoldaşım hazırlayırdı və gəldim biraz da televizorun üstünü və s. belə yerlərini dedim biraz silim, əl gəzdirim buralara, güzgümüz və s. Qızım gəlir oturur burada, makyaj eləyir, ona görə hər yer ləkəlidir. Sonra yoruldum və başqa işlərim var idi, salfetkanı verdim qızıma, sağ olsun, özü davam elədi oynaya. Burada isə mətbəxdə qablarım çox idi. Dedim, qab yuyanın için boşaldım. Çirkli qabları da yığım içərisinə. Heç olmasa mətbəxdə biraz sərgəli görünsün. Ayıbdır da, heç olmasa buradan balkona çıxırlar, girirlər. Ona görə heç olmasa mətbəximiz biraz sərgəli görsənsin.
Burada da gördüm qızım bekardı. Əlinə verdim bir salfetkanı. Dedim yerə tökülmüş ləkələri sil heç olmazsa. Qızımın gətirdiyi gülü də qoydum süfrəyə və süfrəmizi hazırlamağa vaxt tapmadan qonaqlarımız gəldi. Uşaqlar mandalin və çöp istədi. Ona görə düşdüm aşağıya. Onlar yemək yeyənə kimi dedim gedim alım gəlim. Uşaq da rus dilidir deyə tam da başa düşmürük bir-birimizi. Nə mən onu deyəni, nə o mən deyəni. Nəsə bir təhər yola veririk bir-birimizi. Adeşdə bu mənə tapçıqa. Ay. Ay, malatsın. Qızlar, hələ ki vlogu burada sonlandırıram. Yenidən görüşmək ümidi ilə. Sağ olun, hələlik.